Ömer Seyirhan və Aypəri. Ömer Aypərini uşaqlıqda keçirdiyi bir travma nəticəsində əldə etdiyi qorxulardan azad edə biləcəklərmi? Öz məhəbbətlərini dünyaya elan edəcəklərmi? Şeyma və Müharrəm, Məlikə və Yavuz. Bunların bu cütlüklərin həyatını öyrənmək üçün Toz Pəmbənin ikinci hissəsini oxumaq lazım. Bu arada Ömərlə Aypəri qovuşacaqlarmı? Bunun üçün də üçüncü hissəni